70-ci, 80-ci illərin unudulmaz əsl Abşeron tortunun reseptini sizə təqdim edirəm. Qovrulmuş küncütə şəkər, un, şəkər pudrası, vanil əlavə edib qarışdırırıq. Yumurta ağlarını köpüklənənə qədər çırpıb, üzərinə bir çimdik duz, bir çimdik limon duzu əlavə edib yenidən çırpırıq. Daha sonra şəkər tozunu da bura əlavə edib bizə halına gətiririk. Küncütlü qarışımı da bura hissə əlavə edib qarışdırırıq. Xəmiri 2 bərabər hissəyə bölüb 130 dərəcəli sobada korucuları 2 saat yarım ərzində quruduruq. Kremi üçün süddən götürüb yumurta sarılarını əlavə edib qarışdırırıq, qalan südü isə isidirik. Bura şəkər, un əlavə edib qarışdırırıq və isidilmiş südün içərisinə əlavə edib qatılaşana qədər bişiririk. Bu mərhələdə kremə zövqə görə konyak əlavə eləyə bilərsiniz, çünki əsl Abşeron tortu konyaklı olur. Mənsə etmədim, onun əvəzinə vanil əlavə etdim. Bu balaca yuxadan da ovuntu edib tortun kənarlarını bəzəmək üçün istifadə edəcəm. Yumşaq kərə yağına kremi hissə əlavə edib çırpırıq, sonda da ya vanil ya da konyak əlavə edirik. Kremi 2 bərabər hissəyə bölüb bir hissəsinə kakao əlavə edirik. Və siz bilirdinizmi ki, əsl Abşeron tortu ilk yarandığı illərdə fındıq, qoz və yaxud da badamla deyil, məsələ küncütlə bişirilirdi. Bu tortun əsas sirri isə xəmirinə qovrulmuş küncüt və kreminə bir neçə qaşıq konyakın əlavə olunması idi. Məsələ bu birləşmə torta o unudulmaz xüsusi dadı bəxş edirdi. Kremin ipək kimi yumşaqlığı və küncütlü korucuların xırçıltısı bu ləzzət sizi bir saniyədə olsa uşaqlıq illərinə qaytaracaq, nuş olsun.